koridoru idi ki, nə cür eləsin, İran eləyə bilsin, Azərbaycanın vasitəsilə Rusiya ilə təmaslı olsun. Azərbaycan da buna maraqlıdır, maraqsız deyil. Niyə ki, hər halda Azərbaycan bundan pay götürür. Nə gedib gəlsə ekonomisinə yardım olur. Eyni halda Azərbaycanın bir dənə istəyi buydu ki, bu koridorun dövründə Azərbaycan və İranın şirkətləri aktiv olsunlar. Ya bu da daha artıq iş gətirir və rabitələri yoxundadır. İndi bunun yanında nə bilim Rus qaz verəcəkmiş Azərbaycana, İrana. Azərbaycan bunu necə bunu nəql edəcəkdir? Ya nə bilim bunlar necə eləsinlər ki, güvənlik məsələləri bir-birlərinə yoxunlaşsınlar ki, dedikodu məsələlər aralarında problem yaratmasın. Ekonomilərini daha genişləndirsinlər. Düzdür, milyarda ekonomi yoxdur. Amma hər halda İranın bu geri qalmış durumundandır ki, Azərbaycan eləyə bilərdi İrandan daha çox milyardlar, 10 milyard dolar tutalım ilişki yaratsın. Amma İranın çətin ekonomi baxımından durumda olduğu üçün və İranda faşist hökumət olduğu üçün bu olmayıbdır. Amma indi güya belə görünür ki, məsələn, böyük bir heyətlə, güya 120 nəfərlik bir heyətlə gəlməsi bu ekonomi baxımından, siyasi açıdan İran-Azərbaycan aralarının yoxunlaşmasına köməklik edir. Bu əlbəttə bizim millətin də mənfəətinədir. Biz Güney Azərbaycanla Quzey Azərbaycan arasında savaşa meyilli deyirik ki, qarşıyıq. Biraz səslər yox, bir dənə Türkün qanı tökülər o tərəf bu tərəfdə. Bizim üçün mənfəət budur ki, İran bu təxasümlü bir durumdan ki, Azərbaycana qarşı vardı, ondan geri otura və çalışır ki, doğrudan elə bərabər haqlıq ilə Azərbaycanla yanaşı gedər və o cür üstün baxışla ki, geçmişdə var idi, o baxışdan əl çəkər. Mən düşünürəm ki, bir bölüm bunlar idi ki, təbii bunlar indi cənab İlham Əliyevlə cənab Pezeshkian görüşlərində farsça aparıblar qabağa danışıqları, heyətlər görüşlərdə rəsmi İranın hökuməti fars hakimiyyətdir və bu da fars hakimiyyətinin nümayəndəsi olaraq gəlibdir. Yəni məsələyə belə baxmaq gərək ki, o rəsmi görüşlərlə bağlı. Amma o şey ki, bizdə həyəcan yaradıb, millətimizdə həyəcan yaradıb və daha artıq diqqət çəkibdir ki, burada nə olubdur, nələr keçirir. Fikirləşin ki, Azərbaycan, cənab İlham Əliyev getmişdi Çinə, o qədər stratejik bir müqavilələr bağlandı orada. Bizim milli hərəkatımızda o qədər əhəmiyyət görülmədi. Halbuki çox ciddi məsələ idi. Amma Pezeshkianın gələcəkdir, nələr olacaqdır. İki Azərbaycanda da çox ilgi ilə qarşı-qarşıyaydı. Çünki niyə burada bir demək ayrılıq bir həsrəti var. Bölünmüş bir millətin iki parçasının olmasının bir həsrəti var və bu indi Araz şeirində cənab keçmişdə cənab demək ki Erdoğan cənabları o ayrılıq mahnısının Araz bayatı ilə oxudu. Həm orada özün deməklə böyük bir hərəkət yaratdı. Onda da əsas məsələ Araz deyildi ki. Amma onun bir qətlə şeiri İranda böyük bir hərəkətə yol açdı. Elə oldu ki İranın Xarici İşlər Naziri Türkiyəyə demək ki NATO verdi ki, sənin haqqın yox idi, belə bir iş görəsiniz, necə bu işi görə bilərsiniz filan. İstəyirəm deyəm ki, bəzi haşiyə şeylərin bu qədər dərinliyi olur. Bu dəfə də cənab Pezeshkianın Bakıda gəlməsi, onun öz o duruşuğu ilə bağlı eləyə bildi ki, haşiyələrə çox-çox şiddətli meydan verər, zəmin yarada və daha çox millətimizin içində həyəcan yarada. Biz siyasi təşkilat olaraq təbii bunun təsiri İran mətbuatlarında necə oldu? Bunlardan da bir bəli. Təbii İran mətbuatı bu həyəcanları görməzdən gəlməyə çalışdı və çalışdı ki, bunu bitərəfli İrancılıq əsası ilə götürə. Yəni Arif Pezeshkian ki, oradakı həsrət ədəbiyyatı ilə ayrılıq Usta Şəhriyarın ayrılıq ilə bağlı şeirin oxu ki, demək ki, o cür ki, mən bildim, hər halda indi onu fəqət Arif Pezeshkian gözəlliğindən oxuya bilər. Bizdə milli hərəkətdə fikirlərim, çox az adam tapılaşır şeiri, o cür əvvəldən haqlı o həyəcanla oxuya. Amma vaqiyyət budur ki, o şeirin oxuması belə idi ki, Azərbaycanın ikisində də elə oldu ki, orada 10 minlər insan ki var idi, minlər insan ki vardı, sonunda ayağa qalxdı. Qarşılandı və çəpik saldı ki, cənab Pezeshkian, sən burada bir millətin həsrətinə, ayrılığına bir şey oxusan ki, bu millət
doğudan o birləşmək üçün Şəhriyar o zaman Milli Firqə Hərəkatının şikəstindən sonra bunu demişdi. İndi isə də o demək içimizdə olan yalanı sən yenidən üstünü açdın və bizdə belə bir şey yarattın ki, belə bir ağır bir durum bizim içimizdə var ki, parçalanmış bir millət. Yəni Pizişkiyanın bu şeyi seçməsi və özəlliklə onu cənab İlham Əliyevlə birlikdə rəsmi görüşdə oxuması çox anlamdaşır. Yəni bunun üstünə rahat keçməyək. Fars hakimiyyəti, Fars mediası təbii ki, bu qırmızı xətdir. Yəni buna keçməz idi. Amma bunu nə cür eləsin ki, üstün kəmrəng eləsin? Çox cəhdi bunu belə göstərdi ki, mənzur o ayrılıqdan İranla Azərbaycandır və mənzur ki, yəni Fars hakimiyyəti, Fars bölgəsinin rəhbəriyyətində olan İran nə cür bu Azərbaycan buna qovuşa bilər? Mənzur yəni o ayrılıqdan odur. Halbuki bu şeiri əsas deyən demək ki, Ustad Şəhriyar zehnindən əslən bu keçmirdi ki, Azərbaycan İrana qarşısın. Onun əsas şeirində çox